ne tersen Ali? Azatı demeyiblər ki, Damla, ay salam sana, hay can. Canın cennet sana qurban. Az. Hə, mənəm də. Hə, bildim, nə tersen abi, nə var, nə yox. Qızlar, biz bu restoranda oluruz qızlar. Ay, hara getdi o? Ya bunu sabitləyəcəkdim də. Az. Siz qutab pişirəndə bir atlı dırnaq ola bilməzsiniz. Dəmir yığanda bir atlı dırnaq ola bilməzsiniz. Başa düşdün? Halal əziyyətən qadınlar heç bir kişi əzə bilməz. Başa düşdün? Səhərə qədər sənin ərin restoranlarda, kafelərdə keyf edir. Cimbala xoş gəldin. Sən zatı orada paxıllıq çəkirsən. Zatı sənin ərin sənə 5 manat pul verib harasa gedə bilmirsən. Yumruğun altında, şabalağın altında qalmırsan. Ay bədbəxt. Başa düşdün? Zatı demirlər ki, Damla əxlaqsızla gəlib buraya çıxıb. Ekranı vurun şey qurban. Ay bacı, nə əziyyət çəkdin ay bacı? Sağ olun yüreğim. Ekranı vurun şey qurban. İyi yayınlar bacım. İrada xanım sən nədir? Allaha and olsun, İrada ürəkdir. Can, başıma dönərəm, çox sağ ol. Vacibdir biri gəlsin sənə şəxsə. Aylin, yanırsan bacı, bax bu boyda qadın. Bax, bu sən niyə ölüb yerə girmirsən? Yekə qadınsan, sinəni şəklini qoymursan buraya. Vacibdir bir dənə kişi gəlsin mənim yanıma. Bax, elələrini niyə deyə bilmirsiniz? Hə? Ölürsünüz də. Sağ ol sənə qurban. Sigaret səsini batırıb, yox sənə qurban. Vallahi bacım, mən səni çox sevirəm. Can, sənə qurbanlarım az. Talışlar desən akşam gəlib səni nə vaxtı keçireyim? Meri Zeynalova. Talış oğlanları desən akşam gəlib səni pulunu verməyiblər. Bu kadar narahatsan, qadan olun. Sən neyini? Moderatorlar kim var burada? İşlərin xeyirli olsun. Çox sağ ol sənə qurban. Teşekkür ederim Reyim. Təsəvvür elə ki, Meri akşam talış oğlanları səni gəliblər, incitiblər. Səni pulunu da verməyiblər. Səni qınamıram mən. Az yox, mənə elə deyil. Mən 18 plusdadır məndə. Nə anla? Aleyküm selam. Mənim hər şeydən başım çıxır. Bacım, niyə çıxmır ki? Aleyküm selam, Reyim. Talışlara dil uzadanları, talışların pramonu, şalvarını onun başına keçirdiniz. Başa düşdün? Mən burada hansısa bir kişi mənim qeyrətimi qorumayıb. Hansısa kişi də qeyrətini sinənin qabağına verib mənə deməyib ki, mən Damlanın qeyrətini qorumuşam. Mən ər çörək yeyən deyiləm. Mən öz qazancımı yeyirəm. Doğu çatırsa bir kişi çıxsın desin ki, Damla elədir ya da belədir. Başa düşdün? Onun lazım olan orqanını kəsib bunu evdəkilərinə göndərərəm, pay göndərərəm. Damla özünə görə yaşayır, kiməsə görə yox. Damla hansısa bir kişiyə də güvənib, qabağa getməyib. Damla öz əlinin qabarı ilə gedib. Bıy, Dere kosmetolog hanım geldi. Teşekkür ederim Yüreğim, çok sağ olun. Bak kızlar, bak kosmetolog Kamela Ağazada. Bak görürsünüz. Sigara çekirsən. Ha, niye çekmiyorum ki bacım? Sigara niye çekmiyorum? Var. Ben hiç kimseden gizletmiyorum ben. Kimse çekmiyor. Ekranı vurun kızlar, destek olun da. Salam bacım. Tanışlarım ben çok seviyorum. Çok sağ ol. Ay bacım, aziyet çektin. Allah hakkı değil. Kızlar, ne olur ekranı tıklasınız. Diyor sen xoşdur da restoranda mahnı oxumaq. Niyə xoş deyil xanım? Halal çörək adama ayıb deyil. Başa düşdün? Halal çörək adama ayıb deyil. Gedib sənin kimi gedib ev dağıtmırız. Kimisə ərində bic bala doğmuruz. Gedib kimisə haqqını yemiriz. Başa düşdün? Gündə sənin gibi bir otel gəzmiriz. Gündə sənin burada yazmırız ki, bir kişi mənə yazsın vacibdir. Yazmırız ki. Hə. Dere kosmetolog xanım, Allah sənin qazancını bol eləsin bacı. Qız bana, Dere Kamel Ağazada. Allah'ın olsun cevap baba, düz deyirəm, Allah'ın olsun deyirəm. Bizim Azərbaycanda bu metodiyyət çoxdur. Kimsə ərində uşaq doğanana yaxşı baxırlar. Pis yolla pul qazananlara yaxşı baxırlar, amma halal əziyyətini lağ eləyirlər. Bizim Azərbaycanda metodiyyət budur. Canın cənnət bu deyil kızlar. Bax, hanı soruşurdunuz, bax. Dere Kamel Ağazada. Söyüşü necə tərk eləmişəm? Söyüş tərk eləmişəm. Çok da yaxşı eləmişəm. Söyüş olmaz. Hə. Düzdür bacım. Valla. Benim darxısız söyüş eşitmək. Yox, Niko, niyə zarafat edirəm? Allah haqqıma sigar çəkirəm. Mənim sədə razıyım. Mən səninlə razıyım. Çox sağ olun ürəyim. Nüş olsun, sağ ol, başımıza dönərəm. Məndə abejnik olanlar mənə nəsə deyə bilər. Mənim üzümə gəlib deyə bilməz. Nömrə oradadır. Doxu çatırsa yıxsın mənim üzümə desin. Allah'a olsun deyirəm. Mənim üzümə deyə bilmir.
Eladə xanım romanda qalır. Hə. Hansı romanda? Şüşə roman. Əvvəl mən də orada yaşamışam. Hə? Mənim evim orada. Naxçıvan restoran var. Hə. O tərəflərdə olmuşam mən. Hə, orada qalırız. Aleyküm selam Ürəyim. Ekranı vurun da kızlar. Ekranı vurun, başınıza dönərəm sizin. Ekranı vurun, canlı paylaşın. Niye söylüyorum ki Ürəyim? O söyməyə bile değmez. O özünü söydürür də. Ne yazı burada? 2 saniyə var. Ay, bu ne yazı burada? Mənim sözüm olsa sənin üzünə deyərəm. Ay sağ ol, qorxma. Doxun çatırsa gəl mənim üzümə de. Allah'a and olsun deyirəm. Mənim üzümə sözü deməyən, onda doxu yoxdur. Monitor arxası çakalıdır o. Can, senin başıma dönerəm az bu xoş sözünə görə. Çox sağ ol, sənə qurban. Damla bacım. Öz evini cavab vermə qəsdən edirlər. Bilirəm Ürəyim, mən onlara niyə cavab verirəm ki? Allah onları vurub elə, o pis yazanları. Dinləyirlər ki, asılmışdan normal çəkir. Sağ olun, sizə qurban. Sağ ol ay baba, Allah razı olsun, başa dönəm. Damla, mənə mod ver. Bacım, o kadar modum var, heç bir dənəsi bile normal işləmir. Ay bacım, bastı da diyorsun. Bir dənə modum, normal mod işləmir burada, Allah'ın sözü deyirəm. Pul versən onlara. Hı? Az pul nədir? Mən şeylərdə. Az yox. Özləri mod istəyirlər. Nə pul olub, nə qazanıram, nə yeyirsən? Xiyar. Nömrə kimindir? Menajerin. Menajer. Sen Allah öldürmez. Bacım, biz bugün okumayacağız. Deyən niyə? Okumayacağız. Deyən görüm, deyən niyə? Yok değil. Qulaq asla, bugün imamların 40'ıdır. Bizim varlı yoxumuz gedəcək aradan. İmamların 40'ıdır. Saat 1'den sonra okuyacağız. Saat 12 kimi. İmam, valla. Mənim heç xəbərim yoxdur. Səhmini açacağım, açmayacağım. Yalan demə. Yox. Üçündə, yeddisində nə yaxşı işləmişik. Yox. Qurban olub, dünən də biz işləmədik, imamların da şeydir, bugün də. Saat 12 tamama kadar imamların 40'ıdır. 12'den sonra okuya biliriz biz. Gəlirsən, dünən işləmişik biz. Yox, biz işləməmişiz bacım. Hə. Bugün də Ürəyim, bugün də. Ayın 3'üdür, sənə qurban. Dünən həcinin ad günüydü. Mən həcimi xətrini çox istəyirəm də. Hamı həciyə söyüş söyürdü. Amma həci burada çox adama köməklik eləyib. Hə, həci burada çox adama köməklik eləyib. Onu söyməyə dəyməz. Nə yazı burada? Damla qısqanır, mənə başqa qızlar yazmasın. Küs sənin başına, boynu yerə soxum səni. Səni hiç tanıyıram. İyi bir şey evdədir, sizə qurban. Səndən Hə? Səndən Hə, nənəsinin az səfər aydı, nə? Səfər aydı olsun da, ay bacı Quran. Allah köməkləri olsun, neyiniyim? Elə bu səfər ayı musiqi Damla yazığın oxumağına qalıb. Hamı oxuyur da. Buyurma. Nə yeyirsən? Bu da pamir. Dəvə pomidor. Damla ay can 16-16. Gəl aparardım sənə restoranda kebab çəkdir, yedirir, sonra göndərərdim. Mən kebabla da sevmirəm. Nə sevirsən? Bu dəfə gələndə... Mən sada yemək istəyirəm. Allah bu dəfə ürəyin nə istəyir gələndə qabaqdan deyə xəbər hazırladım. Ürəyin nə istəyir yanıma gəlir. Mənim ürəyim bir şey istəyir, amma deyə bilmirəm. Afiyet olsun, sağ olun. Mənim ürəyim, xan, necəsən başıma dönüm? Xan asla. Xan bibidir, o astaralıdır. Hə. Afiyun al Damla. iPhone telefonu mən neyinirəm ay bacım? Mən qazancımı qazanacağım, öz borclarımı verəcəm, öz oğluma oxutacağım, ev alacağım. Valla mənim iPhone telefonu istəsəydim, mən indi çoxdan almışdım. İndi bundan sonra istəsəm də ala bilməyəcəm. Deyinə niyə ala bilməyəcəksin? Siz mənə deyin, mənim burnum göynəyir, ucu göynəyir. Deyinə niyə? İstəmirəm Ürəyim. Mənim burnumun ucu göynəyir. Hovuz istəyirəm çinməyə. Hovuz. Hovuz istəyirəm çinməyə. Gedək dərsizdə sabahda. Qızlar, Monato mənə şey qoyub.
Mana tumana zabret koyub. Heç bir yerdə telefon götürə bilmirəm. Əvvəl götürə bilirdim, indi götürə bilmirəm. Niyə? Hə. Mana tumana zəngili de. Salam Afət xanımsan. Hara? Oğlanla bizim nə işimiz var? Özümüz yüzdən oğlana Yox, deyirik. gəl Astaraya. Bir Astaraya nətər gəlim, burada konsert olsa gələrəm. Hə. Az bu nədir az? Özü kişisəm də, hə? Allah yüzdən kişiyə deyir. Bibi nətər sənə bibi? Gözlə gülmələ. Mənim nömrəmə nətər sayət açaq. Yoxma. Təzəşmişəm damla bu şeylər sənin başın çıxır. Valla mən tanıdığım yaxşılardan İraq. Mənim qabağımda normal kişi çıxmır. Ancaq uğraş çıxıb. Qardaş demişəm uğraş çıxıb. Allah mısın deyirəm. Ay qız. Elə ərimə də qardaş demişdim. Uğraş çıxdı məni aldı. Səhifəni neynim ki mən təzə açdım. Artsın. Niyə? Telefonum yanında da o biri səhifəm telefonumda getdi. O biri nömrəmdə dəyişim nömrəmi. Geyma öyle şey bilmirdin. Unutmuşam. Video paylaşda tez yığılacaq. Video yoxdur axır burada. Təzə açmışam da. Sənə paylaşacağam. Paylaş. Birinci video atar. Oradan götürmək istəmirəm. Özündən atarsan şeyini. Oxumusunuz canım. Onu atarsan paylaşacağam. Boş üzə. Nə yeyirsən? Aylin'im xoş gəldin. Mən də elə hansı qadına el uzatıram, is verən çıxıb. Məzələnsən. Yaqın özü yaxşı aparır. Demək ki sən özünü yaxşı diş durmamısan başıma dönüm. Sən diş dursan. Bana xoş gəldin. De hansı qadını tanıyırım iş verən. Ay Allah ölürəm. Mən də hansı kişiyi tanıyırım. Qardaş deyirəm, uğraş çıxır. Allah qı. Sən loxmusan. Ona görə səhvin basıb. Hə Allah qı deyirəm. Sən Allah çəkirsən bu. Sən Allah çəkirsən bu.